Səyyar asan xidmətin marşrutu bu dəfə Tbilisidən keçib. Nəticədə xaricdə yaşayan azərbaycanlıların dövlət xidmətlərinə çıxışı da daha əlçatan olub. 3 gün ərzində yüzlərlə vətəndaş sənədlərlə bağlı müraciətlərini yerində həll edə biliblər. Bəs bu təşəbbüsün növbəti dayanacağı hansı ölkə olacaq? İyunun 5-dən 7-sinədək Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan vətəndaşları üçün səyyar asan xidmət avtobusu fəaliyyət göstərib. Xüsusi avadanlıqlarla təchiz olunan avtobusda şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və məhkumluq barədə arayışların verilməsi təmin olunur. Səyyar asan xidmət Azərbaycanın Gürcüstandakı səfirliyində fəaliyyət göstərir. Bəzi xidmətləri keçirilməsi səfirliyin və konsulluğun səlahiyyətlərində aid deyil. O baxımdan bildiyiniz kimi Gürcüstanda çoxlu saylı bizim vətəndaşlarımız yaşayırlar. Bəziləri əmək fəaliyyəti ilə məşğuldur. Bir çoxları ali təhsil ocaqlarında təhsil alırlar. Bəs onların xahişləri və müraciətləri əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Asan Xidmətin birgə təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə olaraq Tbilisi şəhərində səyyar asan xidmət fəaliyyətə başlayıb. Səyyar asan xidmət fəaliyyət coğrafiyasını genişləndirərək ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımızla artıq əhatə etməyə başlayıb. Məqsədimiz harda yaşamasından asılı olmayaraq Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə əlçatanlığını təmin etmək və heç kəsin bu xidmətlərdən kənarda qalmamasına nail olmaqdır. Gələcəkdə də bu istiqamətdə yeni layihələrin icra edilməsi nəzərdə tutulur. Bu koronavirus gələndən sonra çətinlik çəkildik biz ki, sənədlər dəyişməyəsə vaxt getmək çətin idi. İndi bu asan xidmət bura gəldi. Bizə çox iş düzəldi, hər şey asan oldu. Şəxsiyyət vəsiqəsi üçün müraciət eləmişdim. Çox sağ olsunlar, çox yüksək səviyyədə qəbul elədilər. Mən sürücülük vəsiqə üçün gəlmişdim. Xidmətdən çox razı qaldım. İnşallah ki, belə xidmət tez-tez olar. Xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır. Çox yaxşı xidmətdir. Şəxsiyyət vəsiqəsinin dəyişilməsinə istəyirdim, dəyişirəm. Tez xidmətdir və hər şey yaxşıdır burada. Xidmətdən çox razıyıq. Biz də şəxsiyyət vəsiqəsini dəyişdirməyə görə müraciət eləmişik. Qeyd edək ki, 3 gün ərzində Gürcüstanda yaşayan 500-ə yaxın Azərbaycan vətəndaşı bu xidmətdən yararlanıb. Səyyar asan xidmətin gələcəkdə digər ölkələrdə də keçirilməsi nəzərdə tutulub. Rüstəm Mikayılzadə, Zamin Novruzov, İTV Xəbər, Tbilisi.